Hər kəsə salam. Mən Laçın rayon Mehman Səfərov adına Qoz Kəndəm Orta Məktəbin 7-ci sinif şagirdi Mahmudzadə Rəhimə. Fərqli bir kitabla qarşınızdayım. Bugünkü kitabımız Vladimir Resnikovun Müqəvva əsəridir. Əsər əsasən məktəb mühitində baş verən hadisələrdən danışır. İnsan şərəfini və ləyaqətini önə çəkən bir əsərdir. Müqəvva yəni baş rolda olan qız məktəb sinif yoldaşlarının mənasız, haqsız davranışlarına məruz qalır. Əlbəttə ki, bu qıza çox pis təsir edir. Buna baxmayaraq o öz düzgünlük hissini, şərəf və ləyaqətini itirmir. Əsər bizə onu göstərir ki, heç kimi xarici görünüşünə görə yox, daxili aləminə görə dəyərləndirin. Bu məktəblərdə də, bir çox məktəblərdə də rast gəlinir. Ümid edirəm ki, heç birimiz sinif yoldaşlarımıza və ya tanışlarımıza belə davranmarıq. Çünki ona xarici aləminə, daxili aləminə çox pis təsir edir. Kitabı çox tövsiyə edirəm. Özüm də çox maraqla oxumuşam. Sağ olun dostlar.